Hazırda bilirsiniz Donetsk istiqamətində çox şiddətli döyüşlər gedir, sözün həqiqi mənasında qırğın gedir və bütün bu savaşların fonunda həm də Ukrayna hər gün bir neçə dəfə, hətta əvvəllər misal üçün bir neçə gündən bir təkrarlanırdısa, artıq demək olar hər gün və bir neçə dəfə olmaqla Rusiyanın dərinliklərinə zərbələr endirir. Bax, nələr baş verir, nələr gözlənilir cəbhədə? Təşəkkür edirəm Rus bəy. Bilirsiniz, əslində cəbhədə baş verənlər, biz analiz eləyəndə cəbhədə baş verənlərlə analiz eləməyimiz doğru olmaz. Yəni bu dəqiqə mənə belə gəlir ki, Rusiya-Ukrayna savaşı artıq meydanda getmir. Yəni cəbhədə getmir. Dronlarla, tanklarla, əskərlərlə döyüş getmir. Yəni döyüş əslində bu dəqiqə daha çox siyasi cəbhədə gedir. Yəni daha çox belə deyək, masa ətrafında Rusiya və Ukraynanın savaşı gedir və zaten burada məğlubiyyət və ya qalibiyyət də həmin masalarda qazanılacaq. Yəni meydan heç nəyi həll eləməyəcək. Çünki biz uzun müddət analiz eləyəndə görürük ki, aşağı-yuxarı meydan elə son bir ildə və yaxud da indi nə qədər müddətdir siz də izləyirsiniz, bir ildən də bəlkə artıqdır ki, aşağı-yuxarı 1-2 kilometr o tərəfə, 1-2 kilometr bu tərəfə aşağı-yuxarı eyni qalır. Yəni, amma insanlar həlak olur, infrastrukturlar dağılır, dünya iqtisadiyyatına zərbə vurulur, kommunikasiya xətləri məhv olur, müharibə isə davam edir, yəni belə deyək. Yəni, o baxımdan mən düşünürəm ki, bu müharibənin həlledici faktoru Ukraynanın, Rusiyanın dronları deyil. Rusiyanın ordusu deyil. Bu həlledici faktor Trump'ın mövqeyidir, həlledici faktor Avropa ölkələrinin mövqeyidir, həlledici faktor Putinin mövqeyidir, Çinin mövqeyidir, Şimali Koreyanın mövqeyidir. Çünki bu müharibənin davam etdirilməsi üçün resurslar sərf olunur və bu resursların qarşısı alınsa müharibə avtomatik dayanacaq. Yəni bir anlıq düşünün, məsələn Rusiyaya dəstək verməyən ölkələr Rusiyaya dəstək verməsələr və yaxud Rusiyadan neft almağı dayandırsalar, Rusiya bu müharibəni nə qədər davam elətdirə bilər? Və yaxud Ukraynaya dəstək verməyən Avropa ölkələr verməsə, bu nə qədər davam eləyər? Yəni, o baxımdan bu məsələdə, bilirsiniz, mən çox izləmirəm artıq, bu kəndi azad elədi, o qəsəbəni tutdu, burada 5 adam öldürdü, burada neft ayırmaq. Yəni, Rusiyanın o qədər böyük ərazisi var ki, yəni onun Ukrayna gündə bəlkə də nə bilim 10 şəhərini bombalasa, gərək bir il şəhər bombalaya və belə deyək də, o da ümumi bir ziyan, yəni hansısa bir hərbi nəticə əldə etmək olmayacaq. Hə, eyni şey Rusiyada demək olar ki, Rusiyada minlərlə insanını, minlərlə əskərini həlak edib, amma baxanda görürsən ki, uzun müddətdir, o qədər də Ukraynanın dərinliklərinə və yaxud da istədiyi məqsədlərə nail ola bilməyib. Yəni bu baxımdan da mən düşünürəm ki, yenə qeyd edirəm, burada biz beynəlxalq siyasəti izləməliyik. Amerikanı, Avropanı, Rusiyanı, aidiyyatı qurumları ki, bu Ukrayna-Rusiya savaşını nə qədər dayandıracaqlar. Yəni Trump'ın da maşallah gündə bir fikrə düşməsi, kimlə görüşür, onun təsirinin altına düşməsi də bu Rusiya-Ukrayna münasibətində qeyri-stabilliyi davam elətdirir. Ancaq son dönəmlərdə sanki Trump'ın bir qədər retorik dəyişikliyinə biz şahidlik eləyirik Rusiya ilə bağlı. Bəli, Rusiyanın əleyhinə. Bəs onu deyirəm də, yəni Trump ya Rusiyanı bir dəfəlik Rusiyanı dəstəkləsə də müharibə bitəcək, bir dəfəlik Ukraynanı dəstəkləsə də müharibə bitəcək. Trump Putinlə görüşür, deyir ki, Zelenski pis oğlandı, insanların ölümünə səbəb olur, müharibə dayanmalıdır, Ukrayna torpaqları güzəşt eləməlidir, düz deyək yox. Torpaq verməlidir, filan eləməlidir. Sonra gedir Avropada kralla, Charles'la görüşür, gəlir, deyir ki, Putin məni aldadı, Putinə inanmaq olmaz, mən NATO'ya silah satacağım ki, o NATO'dakı silahları versinlər Zelenskiyə, hətta Zelenski bütün ərazilərini azad eləyə biləcək gücdə olacaq. Yəni, bilirsiniz, Amerika boyda dövlətin, prezidentinin bu qədər əks mövqelərdən, əks qütblü mövqelərdən qısa bir müddətdə, bir ay ərzində bu tam bir-birini əks fikirləri səsləndirməsi də dünyanın artıq hara getdiyinin göstəricisidir. Və ona görə də yenə deyirəm, Rusiya-Ukrayna müharibəsi davam edəcək. Nə vaxta qədər, o vaxta qədər ki, Putin dayandırmaq istəməsin və yaxud da ki, Zelenskinin sponsorları dayanmasın. Yoxsa bax, siz gündə xəbər oxuyacaqsınız. Məsələn, 30 dronunu vurdular, o buna 700, Rusiyada 700 raket zərbəsi indirib Ukraynaya, nə bilim, 3 neçə obyekt. Yəni, ora dümdüz olana qədər, Qəzza olana qədər, yəni Ukrayna-Qəzza vəziyyətinə düşənə qədər, Rusiyanın da sərhədyanı bölgələri məhv olana qədər bu davam edəcək. Amma o vaxt
dayanacaq, yenə qeyd edirəm, o dünya birliyi, bu müharibənin sponsorları, müharibənin maraqlı tərəfləri dayansınlar. O da hələlik görsənir ki, dayanmaq istəmirlər.